Hər vaxtınız xeyir olsun. Bu günlərin bizim qonağımız Çanqan avtomobili və bizim xanım müştərimiz var. Adınız necə oldu? Ləman xanım. Ləman xanım, xoş gəldiniz. Salam Hoş aleyküm. gördük. Salam. Salam. Necəsiz? Sağ olun, siz yaxşı olasınız. Deməli, nə ilə bağlı gəlmisiniz? Buyurun, eşidirəm sizi. Deməli, mənim avtomobilimdə problem var. Yan şüşələrdə dumanlanma baş verir. Getdiyi zaman, Buyurun. bağışlayın, sözü yandı. Getdiyim zaman yan patples dumanlanır, qarşı tərəfi görmür. Qarşı tərəfi heç görmürəm və Amma yerində pet istiliyi verir. Salon radiatorundan gedir söhbət uşaqlar. mən bir neçə usta yanında oldum. Məndən Yaxınlaşdınız. 200-300 manat pul istədilər, amma yəni nəticə olmadı. Çünki şiti sökmək məcburiyyətində idilər. Və dedilər ki, şit sökülməlidir. O da niyə 200-300 manat civarındadır? Çünki bunlarda salon radiatoru, istilik petin radiatoru şitin torpedanın altında yerləşdiyi üçün biz onu sökməliyik. Söktüyümüz halda da nə olur? Maşın ən azından bir gün səhərdən axşama kimi qalmalıdır. Onun da qiyməti düzdür, 200-300 manatdan yuxarıdır. Və mənim bir dəyərli patruqam var. Buradan da onu salamlayıram. Biz də Çox sağ salamlayırıq. olsun. Təşəkkür edirəm. Sizin daimi müştərinizsiniz və məni sizə məsləhət gördülər Tamam. ki, mən İndi, buraya yaxınlaşım. Bizdə qış aylarında salon radiatorlarının yuyulması həyata keçirilir. Biz yaxından indi göstərəcəm sizə, yaxın gəl zəhmət olmasa bura. Telefon işığını verə bilərsiniz Ləman xanım. Bəli. Biz kimi, bax gördüyünüz kimi görürsüz. Bu salondan çıxan artıq bu radiatorun içində olacaq qurumlardır. Bu salon radiatorunun seksiyaları dolduğuna görə maşında bu cür problemlər yaşanır. Yəni bununla bağlı müraciətlər çoxdur. Əlbəttə ki, bəli, düzdür. Belə hallar olanda hələ də bu bizim Bakı şəhərimizdə salon torpeda sökülür, buyurun. Torpeda sökülür, belə problemlər olur. Amma cəmi bax gördüyünüz kimi bu dərmanlarla yuyulur. Bunu kola ilə yumağa məsləhət görürlər. Sonra aparırlar bunu, üzr istəyirəm, moykada naporla, napor, o boyda napojeni ilə olmaz yumaq. Salon radiatoru deşilə bilər, artıq xərdə düşə bilərsiniz. Burada bizim aparat vasitəsilə yavaş-yavaş abortu qalxızırsınız. Bax, bura keçin zəhmət olmasa. Bax, burada görürsünüz 35 dərəcə avtomobilin artıq istiliyi get-gedə qalxır. Bax, 35, 3, 35, 4. Düz bu 100 dərəcəyə qədər qalxacaq isti su ilə, xüsusi dərman vasitəsilə salon radiatoru yuyulacaq, maşın sahibinə təhvil veriləcək. Nə? Mən buradan çıxardım. Bir sözlər nədir? Mükəmməldir. Həqiqətən də Tural usta əllərinə sağlıq. Mən belə gözləmirdim və bu tezliklə bu qədər istilik və hətta təmizləndiyi sürətdə biz istilik sistemini açdıq və gördük ki, həqiqətən də çünki turbalardan istiliyi dövrəyə gedir deyənə artıq peçi qoşanda içəridə istiliyi hiss eləmək olur. 300 manat yox, cəmi 50 manat. gözləyirik. Sağ olun.